Hər vaxtınız xeyir əziz şagirdlər. Bugün sizlərlə bir yerdə fizika 7-ci sinif dərsliyində verilən çevrə üzrə bərabər sürətli hərəkət dərsinin öyrəndiklərinizi tətbiq edin. Həmçinin öyrəndiklərinizi yoxlayın hissəsində verilən sualların izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərində izahları gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualımızdan. Şərtdə deyilir ki, müşahidə olunduğu anda M nöqtəsində olan cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. O 45 saniyə ərzində 3 tam dövr edərək yenidən həmin nöqtəyə gəlir. Cismin dövr etmə periodunu və tezliyini tapın. Hansı ki, şərtdə verilənləri götürməliyik birinci. Fikir versəz, zaman verilir 45 saniyə və dövrlərin sayı verilib 3 tam dövr deyir. Deməli, zaman kiçik T hərfi ilə işarə edirik, biz bunu bilirik. T bərabərdir 45 saniyə. Dövrlərin sayı böyük N hərfi ilə işarə olunur. N də bərabər oldu 3-ə. Periodu hesablaya bilərik. Period biz bilirik ki, bir tam dövrə sərf olunan zamandır. Yəni, kiçik T-ni böləcəyik böyük N-ə. Kiçik T-miz 45 saniyə. Böyük N-imiz isə 3-dür. 45 bölək 3 bizə verəcək 15 saniyə. Bu o deməkdir ki, cismin bir tam dövrə sərf etdiyi zaman 15 saniyədir. Yəni, M nöqtəsindən başlayıb yenidən M nöqtəsinə gələnə qədər cisim 15 saniyə vaxt keçir. Tezlik isə biz bilirik ki, kiçik N bərabərdir. 1 bölək böyük T düsturu ilə hesablaya bilərik. Hansı ki, tezlik və period bir-birindən tərs asıdır, tərs qiymətdir biri digərinin. Aha, yerinə yazsaq onda 1 bölək böyük T-nin də yerinə 15 yazarıq, 15 saniyə. Deməli, artıq aldıq ki, 1 bölək 15 və 1 bölünsün saniyədə vahidimiz oldu. 1 bölək saniyəyə hertz də deyirlər. Bunu 15-də 1 hertz kimi yaza bilərik. Qısaldılması H-sıdır. Deməli, tezliyimiz oldu 15-də 1, periodumuz da oldu 15 saniyə. B variantına fikir versəz, artıq burada 12 tam dövrə sərf olunan zamanı soruşur. Deməli, dövrlərin sayı böyük M bərabər oldu 12-yə. Period tapmışdıq, hansı ki, periodu 15 tapmışdıq. Yenə gətirək burada yerinə yazaq. Böyük T bərabərdir 15-ə. İndi burada artıq 12 tam dövr etməyə sərf olunan zamanı, yəni kiçik T-ni soruşur. Yenə böyük T-nin düsturunu yazacağım. Böyük T bərabərdir kiçik T bölək N-ə. Buradan kiçik T-ni tapanda əlbəttə ki, böyük T-ni vuracağım N-ə. Onda kiçik T-miz bərabər olacaq 15 vurulsun 12-yə. 15 də 12-yə vuranda 180 edir. Yəni 180 saniyə 12 tam dövr edəcək bizim bu M nöqtəsində olan cismimiz. 180 saniyədə biz bilirik ki, hansı ki 60-a bölsək 3 dəqiqə olacaq. 180 60-a böləndə 3 dəqiqə alınır. Çünki biz bilirik ki, 1 dəqiqəmiz 60 saniyədir. Kiçikdən böyüyə keçəndə, yəni saniyədən dəqiqəyə keçəndə artıq bölməliyik. 180-də 60-a böləndə 3 alacağıq. Birinci sualımızı bitirdik. İndi ikinci sualımıza baxa bilərik. Saatın saniyə əqrəbinin dövr etmə periodunu və dövr etmə tezliyini hesablayın. Saatın saniyə əqrəbinin dövr etmə periodu əlbəttə ki 60 saniyədir. 60 saniyədə biz bilirik ki 1 dəqiqədir. Deməli, saatın saniyə əqrəbinin periodu T saniyə bərabər oldu 60 saniyəyə. Və bizdən tezliyi də soruşur, yəni kiçik N-i. Kiçik N-i də qeyd etdik ki 1 bölək böyük T ilə hesablaya bilərik. Onda 1 bölünsün 60 hertz olacaq. Aha, tezliyimizi də aldıq, periodumuzu da aldıq. Üçüncü sualı da bitirdik. İkinci sualı bitirdik. Üçüncü suala keçək. Çevrə üzrə hərəkət edən cismin periodunu, dövr etmə periodu 5 dəfə artdı. Onun dövr etmə tezliyi necə dəyişdi? Qeyd etdik ki, period və tezlik bir-birindən tərs asıdır. Deməli, period 5 dəfə artırsa, artıq tezliyimiz 5 dəfə azalacaqdır. Onda yaza bilərik ki, üçüncü suala cavab 5 dəfə azalır. Keçək öyrəndiklərinizi yoxlayın. Dövr etmə periodu nəyə deyilir? Onun BCD vahidi nədir? Qeyd etdik ki, bir tam dövrə sərf olunan zaman perioddur. Periodun düsturu böyük T bərabərdir, kiçik T bölünsün N şəklindədir. Kiçik T zamandır, vahidi nədir? Saniyədir. Hansı ki, dövrlərin sayı, sayın vahidi yoxdur. Onda yerinə sadəcə 1 yazırıq, vahid yoxdur deyə. Saniyə bölək 1 bizə verəcək saniyə. Gördüyümüz kimi periodun da vahidi oldu, saniyə. İkinci, bir tam dövr nəyə deyilir? Hansı ki, cisim çevrədə bir nöqtədən başlayıb, yenidən həmən nöqtəyə qayıtması artıq onun bir tam dövr etməsi deməkdir. Yəni, baxın, məsələn, burada M nöqtəsindən başlayan cisim yenidən çevrə üzrə hərəkətlərdən M nöqtəsinə qayıdırsa, deməli, artıq o bir tam dövr edir. Aha. Üçüncü sualda, avtomobilin təkərinin dövr etmə periodu 0,5 saniyədir. Onun dövr etmə tezliyini hesablayın. Deməli, bizə period verildi. Böyük T bərabər oldu 0,5-ə. Və bizdən tezlik, kiçik N soruşulur. Qeyd etdik ki, period və tezlik bir-birinin tərs qiymətdir. Tərs asıdır bir-birindən. Kiçik N bərabərdir. 1 bölək böyük T yazacağıq. Yerinə qoyaq, hesablayaq. 1 bölünsün böyük T-nin yerinə 0,5 yazaq.
Vergül atıram. Vergüldən sonra bir dənə 5 rəqəmim olduğu üçün ona görə sürətə bir 0 əlavə edirəm. Onu da 5-ə böləndə alacağıq 2. Deməli burada bizim tezliyimiz oldu 2. 1 bölünsün saniyədə vahidimizdir və yaxud da hertz ola bilər. 2 hertz də yaza bilərik. Dördüncü suala baxaq. Dövlətmə tezliyi 4 1 bölünsün saniyə olarsa. Kiçik n verildi 4'dür. Tezlik biz bilirik ki, kiçik n ilə işarə olunur. Dövlətmə periodu 1 saniyə artarsa. Əvvəlcə period tapmalıyıq. Hansı ki, necə ki, kiçik n bərabər 1 bölək böyük tezdirsə, eyni ilə böyük t bərabər də 1 bölək kiçik n-dir. Yerinə qoysaq onda 1 bölünsün 4 bizə verəcək 0,25. İndi burada periodumuz 1 saniyə artarsa deyir variantında. Deməli, onda böyük t aldımsa 0,25, 1 saniyə artırsa olacaq onda 1 üstə gələk 0,25, 1 tam %25 olacaq. Deməli, artıq burada A variantında periodumuz oldu artıq 1 tam %25. Artıq bu haldakı bizdən dövlətmə tezliyini soruşur, yəni kiçik yeni. Kiçik yeni də biz bilirik ki, 1 bölünsün böyük t'dir. Onda yerinə yazaq 1 bölək 1 tam %25. Vergülü atıram. Vergüldən sonra 2 və 5 var. 2 dənə rəqəm var. Deməli, sürətə 2 dənə 0 əlavə etməliyəm. 100 və 125, 25 ixtisar gedir. Məxrəcdə qalır 5, sürətdə qalır 4. 5-də 4 də 0,8-dir. Deməli, buradakı artıq bizim tezliyimiz oldu 0,8. B variantında deyir ki, dövlətmə tezliyi 1 saniyə artarsa. Hansı ki, buradakı 1 bölək saniyə vahiddir, qarışdırmayın. Deməli, tezliyimiz 1 saniyə artır. Tezlik birinci halda 4 verilmişdi. 1 saniyə artanda onda nə olacaq? 4-ün üstə 1 gələcəksən, olacaq 5. Deməli, artıq burada tezlik oldu, n bərabər oldu 5-ə. İndi səndən periodu istəyir. Qeyd etdiyimiz kimi, böyük t-də bərabərdir, 1 bölək kiçik n-dir. Yerinə yazsaq, onda 1 bölünsün 5, 5-də 1 də bizə verəcək 0,2. Deməli, burada cavabımız oldu 0,2. 5-ci suala baxaq. Buranı silirəm aşağını. 5-də soruşur ki, Xızı Abşeron külək elektrik stansiyasında yerləşən külək turbininin pərlərinin dövlətmə tezliyi 0,2 1 bölək saniyə olduqda tezlik verildi, yəni kiçik n bərabərdir 0,2-yə. Onun dövlətmə periodunu və 10 dəqiqədə etdiyi dövrlərin sayını tapın. Birinci gəlin period tapaq. Period böyük t ilə işarə olunur və qeyd etdik ki, böyük t bərabərdir 1 bölünsün kiçik n-dir. Onda 1 bölək 0,2 vergülü atıram. Vergüldən sonra bir dənə 2 var. Deməli, onda sürətə 1 0 əlavə edəcək. 10 bölək 2 olacaq 5. Deməli, burada periodumuz oldu 5 saniyə. İndi isə sualın ikinci hissəsində deyir ki, 10 dəqiqədə etdiyi dövrlərin sayını tapın. 10 dəqiqədəki zaman verildi də. Deməli, artıq bizə zaman 10 dəqiqəmiz oldu. D bərabər 10 dəqiqə. Biz bilirik ki, 1 dəqiqə 60 saniyədir. Onda 10'u vuracaqsan 60'a, o olacaq 600 saniyə. İndi burada dövrlərin sayını soruşur, yəni böyüyeni soruşur. Periodun bayaqları qiymətini tapdıq. Baxın, 0,5 aldıq. Hansı ki, onda yerinə yazaq. Burada da t bərabərdir 5 saniyədir. Yenə periodun üstünü yazacağıq. Böyük t bərabərdir kiçik t bölək n-ə. Gəlin yerinə qoyaq. Böyük t'miz 5'dir. Kiçik t'miz 600'dür. 600 bölək böyüyün. Buradan n-i tapanda 600'ü böləcəyik 5'ə. O da 60'ı 5'ə böləndə 12 alınır. Bir də hansı ki, buradakı 0 var. 0 da əlavə eləyən. Yəni 600'ü 5'ə böləndə 120 alacaq. Deməli, burada oldu dövrlərin sayı 120. Beləliklə, əziz şagirdlər, sizlər üçün burada olan sualların izahını verdim. Ümid edirəm ki, izah aydın oldu. Əgər videodan yararlandınızsa da kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Digər dərs izahlarında görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.